Salam, hər vaxtınız xeyir. Tranzakt SQL dərslərimizi davam edirik. Bu dərsimizdə sətir operatorları barədə danışacağıq. Cədvəldə göstərilən sətir operatorları mövcuddur. İki növ sətir operatorları var. Sətirlərin birləşdirilməsi və sətirlərin şablonlarla müqayisəsi operatorları. Biz əslində bu operatorlara keçən dərslərimizdə artıq tanış olduq. Like operatoru dərsimizdə faiz işarəsi, kvadrat mötərizələr işarəsi, xətt aşağıda işarəsi, müqayisə operatorları barədə danışanda, bərabərdir operatoru ilə və riyaziyyat operatorları barədə danışanda toplama operatoru ilə tanış olduq. Bütün bu operatorlar həmçinin sətir operatorları kateqoriyasına da daxildir. Bildiyiniz kimi like operatoru mətn tipli verilənlərlə işləyir və sorğuya mətn tipli filtrləmə qoyur. Like operatoru ilə sətirlərlə işləyən faiz işarəsi, kvadrat mötərizələr işarəsi, xətt aşağıda işarəsi istifadə olunur. Gəlin təkrar bu operatorlara baxaq. Bu dəfə AdventureWorks bazası ilə işləyəcəyik. Bazamıza sorğu ilə keçək. Daha sonra Employee cədvəlində olan bütün məlumatı alaq. Gördüyünüz kimi Employee cədvəli Human Resources sxemində yerləşir. Bizi maraqlandıran sütun Job Title sütunu, yəni vəzifələr sütunu olacaq. Tərkibində kontrol sözü olan bir neçə vəzifə var və biz bunların adlarını dəqiq bilmirik. Lakin bilirik ki, bunların tərkibində kontrol sözü mütləq var. Bu vəzifədə çalışan işçilər barədə bizə məlumat lazımdır. Bunun üçün sorğumuzu bu formada yazmalıyıq. Bu sorğu tərkibində kontrol sözü olan bütün vəzifələrdə çalışan işçilər barədə məlumat verdi. Həmçinin kontrol sözü ilə başlayan vəzifələrdə çalışan işçilər barədə də məlumat ala bilərik. Bunun üçün sorğumuzu bu formada yazmalıyıq. Like operatorunda həmçinin bu əməliyyatları etmək olar. Bunlar barədə like operatoru dərslərimizdə təkrar baxa bilərsiniz. İkinci növ sətir operatorları sətirlərin birləşdirilməsi operatorlarıdır. Biz bunlarla da artıq tanış olmuşuq. İki sətri birləşdirmək üçün toplama operatorundan istifadə olunur. Ən çox iki sütunda olan mətnləri birləşdirmək üçün və ya mövcud olan mətnə yeni mətn və ya sözlər əlavə etmək üçün istifadə olunur. Məsələn, belə bir sorğu verək. Nəticədə ayrı-ayrı sütunlarda olan iki mətn birləşdirildi və aralarında boşluq qoyuldu. Burada bizə tanış olmayan yeganə bir operator var, plus bərabərdir operatoru. Bu operatoru istifadə etməklə sorğunu bu formada yazsaq, səhv mesajı alacağıq, çünki bu operator növbəti dərslərimizə tanış olacağımız dəyişənlərlə işləyir. Bu operator iki sətri birləşdirir və alınan nəticəni sətrə təyin edir. Bu formada yazılır. Burada əgər x dəyişəninə adventure mətni təyin edilibsə, verilən x plus bərabərdir works əməliyyatı zamanı x dəyişəni ilkin qiymətini alır. Daha sonra bu qiymətə works sözü əlavə edilir və x verilənə yeni qiymət təyin edilir. Yəni adventure works. Sətir operatorları barədə həmçinin like operatoru, riyaziyyat operatorları və müqayisə operatorları barədə olan dərslərimizdə baxa bilərsiniz. Hələlik bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərsimizdə görüşənədək.